Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Global Work şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksini nəzər salaq. Bildiyimiz kimi dollar indeksinin olan düşüş trendi 27 mart tarixindən başlayan düşüş trendi hörmətli izləyicilər hələ də davam etməkdədir. Və dünən etibarilə, yəni 15 aprel tarixində dollar indeksi həmin günün birinci müqavimət səviyyəsini test etsə də, lakin onu qıra bilmədi və onun üzərində bağlanmadı. Yenidən dollar indeksi eniş trendinə qayıtmış oldu. Gün ərzində nə qədər ki dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 100.065 səviyyəsini, yəni bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, hörmətli izləyicilər, biz dollar indeksində eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə bu günlərim Amerikadan eyni zamanda fundamental olaraq pərakəndə satışlar göstəricisi açıqlanacaq. Belə ki, pərakəndə satışların mart ayı üçün 0.4% artacağı proqnoz edilir. Əgər nəticələr bu göstəricidən daha yüksək olarsa, dollar indeksində biz kiçik yuxarı yönlü korreksiya müşahidə edə bilərik. Belə ki, pərakəndə satış indeksinin artması bir mənada istehlakçıların Amerikan iqtisadiyyatına güvənliyini göstərir. Eyni zamanda, hörmətli izləyicilər, bugün federal ehtiyatların rəhbəri Jeremy Powell'ın da açıqlaması olacaq. Hansı ki, bunu çox yaxından izləmək lazımdır. Çünki hal-hazırda Amerikan xəzinə belə deyək, istiqrazları bazarında, eyni zamanda səhəm bazarında böyük bir qeyri-müəyyənlik hökm sürür. Federal ehtiyatlar müdaxilə edəcəkmi, etməyəcəkmi sualına investorlar bir mənada bu çıxışda cavab tapmağa çalışacaqlar. Belə ki, ümumi fonda baxdığınız zaman, hörmətli izləyicilər, federal ehtiyatlar ümumiyyətlə dollar indeksinin uzun vədədə düşməsi ehtimalı yüksəkdir. Birinci olaraq bildiyimiz kimi Amerikada keçən həftə açıqlanan inflyasiya göstəriciləri gözlənilənin altında açıqlanmış oldu. Belə ki, 2.4% ətrafında gəlmiş oldu. Digər bir tərəfdən ümumi olaraq işsizlik bazarında, yəni əmək bazarında ümumi işsizlik səviyyəsi 4.2% açıqlanmış oldu. Hansı ki 4.1% proqnoz edilirdi. Bu da gözləniləndən nisbətən yüksəkdir və əmək bazarında negativ tendensiya var. Təbii bu cüzi olsa da, lakin müəyyən mənada negativ tendensiya var. Ən vacib faktor isə, hörmətli izləyicilər, Amerikan xəzinə istiqrazlarının faiz gəlirliyi hələ də yüksəkdir. Hansı ki, bu 4.30% səviyyəsindədir hal-hazırda. Belə olan halda federal ehtiyatların bazara müdaxilə etməsi ehtimalı yüksəlmiş olur və federal ehtiyatların faiz dərəcəsi aşağı salarsa əgər, biz qeyd etdiyimiz kimi dollar indeksində düşüş trendinin biz davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avro-dollar valyuta cütlüyündə də 27 mart tarixində başlayan yüksəliş trendi hələ də davam etməkdədir. Və gün ərzində, hörmətli izləyicilər, nə qədər ki, avro-dollar valyuta cütlüyü 1.12376 səviyyəsini, yəni bu günün birinci dəstək səviyyəsini qırıb onun altında bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Gün ərzində eyni zamanda Avropa Birliyindən inflyasiya göstəriciləri açıqlanacaq. Belə ki, inflyasiyanın 2.2% ətrafında olacağı proqnoz edilir. Və inflyasiya göstəriciləri əgər bu göstəricinin altına qalarsa, eyni zamanda Avropa Mərkəzi Bankının faizləri aşağı salacağı ehtimalı da yüksəlmiş ola bilər. Çünki bu həftə eyni zamanda Avropa Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Belə ki, faiz dərəcəsinin 2.65 səviyyəsindən 2.40 səviyyəsinə endiriləcəyi proqnoz edilir. Təbii, bütün bunlara baxmayaraq, avroda olan yüksəlişi dəstəkləyən əsas faktor, hörmətli izləyicilər, dollar indeksinin olan düşüşlərdir. Əgər Avropa Mərkəzi Bankı faiz dərəcəsini aşağı salarsa, bu bir mənada avro-dollar valyuta cütlüyündə və yaxud da ki, avroda olan yüksəliş trendini məhdudlaşdıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə, GBP-USD valyuta cütlüyü də 9 aprel tarixində diqqət etsəniz, həmin günün birinci müqavimət səviyyəsini qırmaqla və bazarın həmin səviyyənin üzərində bağlanması ilə yüksəliş trendinə başlamış oldu və İngilis funtu dollar valyuta cütlüyündə yüksəliş trendi hələ də davam etməkdədir. Gün ərzində nə qədər ki, GBP-USD bu günün birinci dəstək səviyyəsi olan 1.31800 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə yüksəlişin şahidi ola bilərik. Ümumi olaraq isə İngiltərədə iqtisadi artımın gözləntilərinin üstündə açıqlanması, yəni 0.5% iqtisadi artım olması, mart ayı üçün eyni zamanda sənaye istehsalının 1.5% artması funtu dəstəkləyən əsas faktordur. Bugün İngiltərədə açıqlanan inflyasiyanın 2.4% olması, yəni gözləntilərin altında gəlməsi, bir mənada İngiltərə Mərkəzi Bankının da faiz dərəcəsini aşağı salma ehtimallarını yüksəldə bilər və bu İngilis funtunun yüksəlişi məhdudlaşdıra bilər. Lakin ümumi fonda baxdıqda isə, hörmətli izləyicilər, İngilis funtunun yüksəldirən bir digər faktor
Amerikan xəzinə istiqrazlarına tələbin azalması, bir mənada risk faktorundan dolayı, Amerikanın borcunun yüksək olmasından dolayı investorlar bir mənada İngiltərə dövlət istiqrazlarına marağı daha belə deyək, artırmış olurlar və bundan dolayı da İngiltərə istiqrazlarına tələbin artması öz növbəsində İngilis funtuna da tələbi artırır və funtda olan yüksəlişin əsas belə deyək, təsir edici faktoru qeyd etdiyimiz kimi İngiltərə xəzinə istiqrazlarına tələbin artmasıdır. Qeyd etdiyimiz kimi, hörmətli izləyicilər, gün ərzində funt nə qədər ki birinci dəstək səviyyəsini qırmazsa, biz funtda olan yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, birinci cəmali alətimiz USD-CAD valyuta cütlüyüdür. Ümumiyyətlə USD-CAD valyuta cütlüyüdə 1 aprel tarixinə diqqət etirsəniz, qiymətin, yəni valyuta cütlüyünün həmin gün üçün birinci dəstək səviyyəsini qırıb onun altına bağlanması ilə eniş trendi başlamış oldu və diqqət etirsəniz, hörmətli treyderlər, həmin gündən etibarən USD-CAD valyuta cütlüyü ancaq düşən trendlə davam edib. Lakin 15 aprel tarixində valyuta cütlüyü həmin günün birinci müqavimət səviyyəsini qırmaqla, hətta ikinci müqavimət səviyyəsinin üzərində bağlanmaqla bir mənada 1 apreldə başlayan düşüş trendi başa çatmış oldu və USD-CAD valyuta cütlüyü gün ərzində nə qədər ki bu günün birinci dəstək səviyyəsi olan 1.38-817 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi olaraq, hörmətli izləyicilər, Kanada Mərkəzi Bankı eyni zamanda faizləri kəskin aşağı salmağı belə deyək, nəzərdə tutur. Çünki Amerikanın Kanadaya tarif tətbiq etməsi bir mənada Kanada iqtisadiyyatı neqativ təsir edir. Eyni zamanda Kanada ixrac potensialını gücləndirmək üçün bundan dolayı faizləri kəskin aşağı salmağı planlaşdırır. Belə olan halda təbii ki, USD-CAD valyuta cütlüyünə yüksəliş trendinin davam edəcəyini qeyd etdiyim kimi gücləndirən faktordur bu. Və əlavə olaraq da, hörmətli izləyicilər, Kanadada inflyasiyanın da nisbətən hələlik gözləntinin üzərində gəlməsi Kanada Mərkəzi Bankının faiz dərəcəsini aşağı salacağı ehtimallarını yüksəltmiş olur. Ona görə də, hörmətli izləyicilər, USD-CAD valyuta cütlüyündə biz nə qədər ki birinci dəstək səviyyəsi qırılmazsa və bazar onun altına bağlanmazsa, USD-CAD valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini öngörə bilərik. Hörmətli izləyicilər, birinci cəmali alətimiz qızıldır. Təbii qızıl yenə də rekordlar qıra-qıra davam edir. Və bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi qızılda olan hər aşağı yönlü korreksiya əslində alış üçün böyük bir imkan yaratmış olur. Və diqqət etirsəniz, deməli, qızılda olan aşağı yönlü korreksiya yenidən, hörmətli izləyicilər, deməli 9 aprel tarixində yuxarı birinci müqavimət səviyyəsini qırmaqla və bazarın həmin səviyyənin üzərində bağlanmaqla yenidən yüksəliş trendinə başlamış oldu. Və gün ərzində qızılın qiyməti nə qədər ki bu günün birinci dəstək səviyyəsi olan 3215 dollar səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz qızılda olan yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi olaraq, hörmətli izləyicilər, dövlətlərin bir-birinə tarif tətbiq etməsi, bir mənada ticarət müharibələrinin davam etməsi öz növbəsində pul müharibələrinə, yəni ki, dövlətlərin öz valyutalarını süni şəkildə ucuzlaşdırmasına aparacaq. Çünki burada əsas məqsəd dövlətlər öz valyutalarını dəyərdən salır ki, ixrac potensialını gücləndirə bilsin. Təbii, belə olan fonda hal-hazırda investorlar üçün ən təhlükəsiz liman qızıldır. Bir digər tərəfdən Amerikan xəzinə istiqrazlarında olan problem və orada olan riskin artması həmin istiqrazlara da, hansı ki bunlar ən təhlükəsiz maliyyə alətlərindən biri hesab olunurdu. Təbii, orada da risklərin artması bir mənada qızılı olan tələbi artırır. Yəni, hələlik qızılın düşməsi üçün fundamental bir faktor yoxdur. Hər aşağı yönlü korreksiya qeyd etdiyimiz kimi, hörmətli izləyicilər, qızılda əslində alış üçün böyük imkan verir və yaxud da potensial vəd edir. Goldman Sachs Bankı eyni zamanda, hörmətli izləyicilər, bu il ərzində qızılın 4000 dollara qədər yüksələ biləcəyini proqnoz edir. Hörmətli izləyicilər, birinci cəmali alətimiz S&P 500 indeksidir. Ümumiyyətlə S&P 500 indeksi və yaxud da ümumi olaraq Amerikan səhəm bazarında hələ də qeyri-müəyyənlik davam edir. Və diqqət etirsəniz, 9 apreldə Trumpın bazarlara bir mənada süni müdaxilə etməsi ilə və tarifləri 90 gün müddətinə dondurması ilə bir mənada S&P 500 indeksi kəskin şəkildə yuxarı korreksiya etmiş oldu və nisbətən, belə deyək, bazarlardakı düşüşü məhdudlaşdırmış oldu. Lakin diqqət etirsəniz, hörmətli izləyicilər, həmin tarixdən etibarən S&P 500 indeksində yuxarı yönlü korreksiya davam edir.
Buna niyə görə yuxarı yönlü korreksiya deyirik? Çünki fundamental olaraq hələlik Amerikan səhəm bazarının yüksəlməsi üçün qeyri-müəyyənliklər, risklər aradan qaldırılmayıb, hörmətli izləyicilər. Və bundan dolayı da biz S&P 500 indeksində olan yüksəlişin məhdud olacağını proqnoz edirik. Təbii, texniki olaraq, texniki analiz nöqteyi nəzərdən bazar nə qədər ki, günlər ərzində birinci dəstək səviyyələrini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksinin yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin qeyd etdiyimiz kimi hələlik alış üçün bazara daxil olmağın belə deyək, riskli ola biləcəyini öngörürük. Çünki qeyd etdiyimiz kimi Amerikan xəzinə istiqrazları bazarında problem nə qədər davam edirsə, S&P 500 indeksdə və yaxud da ümumiyyətlə Amerikan səhəm bazarında yüksəlişin başladığını söyləmək hələlik tezdir. Gün ərzində nə qədər ki S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin qeyd etdiyimiz kimi, ümumi fonda isə hörmətli izləyicilər, bu yüksəlişin məhdud olacağını proqnoz edirik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.